Salam hörmətli izləyicilər, 23 yaşında İtaliyanın milli qəhrəmanı adına layiq görülən Azərbaycanlı Tahir İsayev. Tahir İsayev 1922-ci ildə Qazax rayonunun Şıxlı kəndində dünyaya gəlmişdir. İkinci Dünya müharibəsi dövründə Mazdok uğrunda gedən döyüşlərdə ağır yaralandığı üçün faşistlərə əsir düşür. Faşistlər onu Avstriyada yerləşən əsir düşərgəsinə aparırlar və bir müddət o əsir düşərgəsində qaldıqdan sonra əsirlikdən qaçaraq İtaliyanın Bergamo şəhərində yerləşən beynəlmiləl bir briqadada partizanlara qoşulur və Almanlara qarşı mübarizə aparır. Burada döyüş yoldaşları onu atasının az soyadına uyğun olaraq Serafino adlandırırlar və burada o Rus, İtalyan, Alman dillərini mükəmməl öyrənməyə başlayır və 1945-ci il 25 aprelində Milanın Almanlardan azad olunması uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərir. Onlarla Almanı məhv edir və İtaliyanın 36 orden və medalına layiq görülür və 1945-ci ildə İtaliyanın milli qəhrəmanı adına layiq görülür. Müharibədən sonra Adelina adlı bir xanımla ailə həyatı qurur və Slava adlı bir oğlu dünyaya gəlir. Lakin vətən üçün darıxdığı üçün, vətən həsrəti çəkdiyi üçün ailəsini İtaliyada qoyaraq Azərbaycana, Qazaxa, Şıxlı kəndinə gəlir və bir müddət burada qaldıqdan sonra aldığı orden və medalları da götürərək Gürcüstana, Rusaviyaya gedir və orada maşın qayırma zavodunda fəhlə işləyir. İtaliya Komünist Partiyası Mərkəzi Komitəsinin sədri Togliattinin deməli Esseriya səfəri zamanı Xruşovla görüşür və Tahir İsayevi soruşur və beləliklə də fəhlə işləyən Tahir İsayev Moskvaya dəvət olunur və beləliklə də onun şan şöhrəti bütün Azərbaycana yayılır və o yenidən deməli Qazaxa qayıdır. Şıxlı kəndində Cavahir adlı bir xanımla ailə həyatı qurur. 7 övladı dünyaya gəlir. 6 övladına özünün cəhbə yoldaşlarının deməli adını qoyur. Ona büst qoyulur, ev muzeyi yaradılır və 2001-ci ildə isə o dünyasını dəyişir və Qazax rayonunun Şıxlı kəndində dəfn olunur. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.